Şəkildəki A və B çevrələr konsentrik çevrələrdir. C çevrəsi isə həm A, həm də B çevrəsinə toxunur. B çevrəsinin radiusu 2, C çevrəsinin radiusu isə 4 olarsa, ABC çevrələrinin uzunluqları cəmini tapın. C-nin radiusu 4-dürsə, bu hissədə də uzatsaq, bu yenə 4-dür, radius olduğu üçün. B-nin radiusu 2-dir. A ilə B konsentrik çevrələrdə mərkəzləri üst-üstə düşür. Deməli, A-nın radiusu olacaq 4 üstə gəlir 8, 8-in üstünə 2, 10. Deməli, uzunluğu yazsaq, istənilən çevrənin uzunluğu 2πr düsturu ilə hesablanır. 2 vurulsun, pi-ni təqrib olaraq 3 götürürük. 2 vurulsun, 3 vurulsun. A-nın radiusu 10-a bərabərdir. Üstə gəlin. 2 vurulsun, 3 vurulsun. B-nin, baxsaq, burada radius 2-dir. Üstə gəlin. 2 vurulsun, 3 vurulsun. C-nin radiusu isə 4-ə bərabərdir. 2 vur 3 vur 4 bərabərdir. Bütün deməli hesablamalarımızda 6 var. 6 vurulsun, 10 üstə gəl 2, 12. 12-nin üstünə 4, 16. 6 vur 16 da bərabərdir 96-ya.